dostlar, hörmətli izləyicilər, əla bir yeni proyekt, 6 səs obyekt olan həyət evi çəkib təqdim edirəm. İdeal yerləşməyə sahibdir. 100 metrlik metroya gedən marşrut xətləri hərəkət edir. Burada 3 ev idi, 6 səs obyekt olan tək ev budur. Digər ikisi satılıb artıq. Kommunallar mövcuddur. Sonunda mən sizə evin obyekt sahəsini göstərəcəm. Baxın, su sağağacı, işıq sağağacı, qaz sağağacı hər biri mövcuddur dəyərli dostlar. Belə bir geniş məhəllənin kənarında 15 metr rahat var məhəllənin enliyi. Bir küçə deyər, bir küçə o bir tərəfə qədər asfaltlanıb, artıq bu küçələrdə asfaltlanacaq. Evin quruluşu, proyekti əladır. Baxın, belə bir quruluşa sahibdir dəyərli dostlar. Alt hissəsi qaraj, obyekt və üst hissədə 2 ədəd otaq var. Baxın, burada bir maşın rahat şəkildə yana bilir. Buradan evin arxa tərəfindən də məsafə gözlənilib. O hissəni də sizə göstərim. Baxın, belə bir məsafə var. Asfaltlanıb, betonlanıb, üzr istəyirəm. Pump aparatının yeri nəzərdə tutulub. Qarajına kimi tam etlənib. Qarajdan əlavə olaraq da bir maşın burada da rahat şəkildə yana bilər. Əlavə olaraq burada kombi aparatının yeri, qaz xətti kombiyə qədər daxil edilib və evin çöl görünüşü çox fərqli proyekt. Həqiqətən evin çölü çox cazibədardır. Hazırda yerləşir. Obyekti ilə birlikdə elə münasib qiymətlə təklif olunur ki, dəyərli dostlar, özünüz də görəcəksiniz biraz sonra. Bu hissə teras hissə. Bir daha belə baxaq. Tam yaşayışlı, geniş bir məhəllədir. Otaqlarla tanışırım, sonunda sizə evin obyekt sahəsini göstərəcəm. Evdə deməli, mərtəbə arası manuel betondur, dəyərli dostlar, 40-ın 40 fundament. Mərtəbə arası bir daha qeyd edeyim, manuel beton və ikinci mərtəbənin yekununda beton kəmər atılır. Bura evin zal hissəsi. Belə bir zal hissə mövcuddur. Evin yaşayış sahəsi 120 kvadrat metrdir, dəyərli dostlar. Yaşayış sahəsi çıxarışda kupçada olan sahə. Bura belə bir ailə üçün nəzərdə tutulmuş geniş yataq otağı. Burada növbəti belə bir otaq. Qeyd etdiyim kimi, deməli, dəhliz, sanitar qovşaq və mətbəx isti döşəmədir. Bura evin sanitar qovşağı, bura evin mətbəx sahəsi, kollektor sistemdə orada yığılıb. Mətbəxdən də terasa çıxış etmək mümkündür. İndi izləmədə qalın, obyekt hissəni sizlərə göstərim. Dəyərli dostlar, bu da obyekt sahədir. Əlavə qoruyucu üçün jalüz qapı var. Deməli, bu küçədə məhəllə market yoxdur. Məhəllənin daxilində market yoxdur. Həm market kimi, həm də digər məqsədlər üçün istifadə edə bilərsiniz. Baxın, burada belə bir sahə. Çox gözəl, çox səliqəli, özünə məxsus sanitar qovşağı var. Tavan hündürlüyünə fikir verin. Kiçik bir sklad və sanitar qovşaq mövcuddur. Qiymət evin 125.000 manatdır. Evin və torpağın küçəsi var, dəyərli dostlar. Masazırda yerləşir 6 nömrəli məktəbin arxa tərəfi. Məktəbə yaxın bir məsafədə rəhmətli Gələ xanım Paşevanın küçəsinin kənarındadır. Tam yaşayışlı, qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidə qiymət 125.000 manat. Alıcılara endirim olunacaq. Sağ olun, hələlik.